Məryəm xanım, eyni pəhriz niyə bir insanda çox yaxşı təsir göstərir, digər insanda isə heç bir təsir göstərmir? Çünki bu dünyada heç iki insan tapa bilməzsiniz ki, eyni olsun. Nə hormonları eynidir, nə maddə mübadilələri bədəndə, orqanizmdə eynidir, nə yuxu rejimləri eynidir. Birinin stressi həyatında çoxdur, birinki azdır və s. Heç iki insan eyni orqanizmə sahib deyil. Bir çox insan hətta yemək yeməsə belə kilo itirə bilmir. Bu yanlış diyetaların nəticəsində əmələ gəlir. Bədən davamlı özün aclıq rejimi alır və bu səfər siz hətta balaca porsiyonla qidalansanız belə siz kilo itirə bilməyəcəksiniz və onu yağ deposuna orqanizm alacaqdır ki, gələcəkdə biz hər zaman aclıq deposundayıq və bundan istifadə eləməliyik. Bunun üçün sizin daha doğru diyeta və pəhriz saxlamanız üçün biz burada sizin yanınızdayıq. Hər zaman siz istəsəz bizə yazın və biz sizin hormonlarınız, orqanizminiz, bütün bədən kütlənizə görə diyeta, pəhriz hazırlayaq və siz sağlam şəkildə kilo itirin.